çox edər pərvaz, hərdən sizin ilə gəzə durnalar. Yazılmış Heyran Olmuşam mahnısını ifa edir 9. sınıf şagirdi Rüstəmli Aytaç. Heca vəzninin, xalq şeiri şəkillərinin poetik nüfuzunu yüksəldən şair, Azərbaycan yazılı ədəbiyyatında Ərizun çoxəsrlik hakimiyyətinə son qoyur. Bəli Bax qoşması ümumən Azərbaycan şeirinin ən gözəl nümunələrindən biridir. Qoşmada şair Üstü Gözəlin adını çəkməsə də Saray xanımı təsvir etmişdir.
Bəri Bax qoşmasını 9-cu sinif şagirdi Səmədova Elmiran ifasında dinləyək. Bərim, həsrətin çəkdiyim canan, bəri bax. Gecə gündüz fikrim, zikrim, əzbərim, üzüldü taqətim, aman, bəri bax. Kim dözər mənim tək belə firqətə, rənc məşəqqətə, bari möhnətə, haçandır düşmüşəm tari zülmətə, çəkilsin üstümdən duman, bəri bax. Payı bəndəm, qəlbi eşqə giriftar, hicran ateşindən can oldu bimar, razi dilim edə bilməm aşikar, çəkərəm dərdini pünhan, bəri bax. Gün bə gün könlümün artır qubarı, pərişandır tapmaz o qəm küsarı, ölsün, itkin olsun belə yarı, gəzməsin arada yaman, bəri bax. Çox çəkir hicrini Vaqifi xəstə, Leyli nahar, şamı səhər peyvəstə, ey yanağı lalə, ləbləri püstə, ağzına bat, şəkkər zəban, bəri bax. Yeni dövrün böyük sənətkarının yaradıcılığında əruz vəznində yazdığı əsərlər xüsusi yer tutur. Vaqifin qəzəlləri həm məzmunca, həm də ifadə tərzinə görə orta dövrün qəzəllərindən fərqlənir. Sufi panteist ideyaları təsadüf edilmir. Qəzəllər və müxəmməsləri də qoşmaları kimi əsasən qadın gözəlliyi, məhəbbət, həsrət haqqındadır. Jalə və Səbinənin qəzəllərini Dursunun müxəmməsi təqdim etmək üçün səhnəyə dəvət edirik. Mehribanlıq görməyib, bir məhluqadan küsmüşəm, gündə 100 al eyləyən, qəlbi qalədən küsmüşəm. Şəninə dedim şirin söz, bir şey ondan dadmadım, bu səbəbdən ağzı şəkkər, bir rübadən küsmüşəm. Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin, daş bağırlı, saqi, sahib, cəfadan küsmüşəm. Çün üman yerdən küsərlər, bir məsəldir xalq ara, küstüyüm bica deyildir, aşinadan küsmüşəm. Gördüm əvvəlki binasın yarlıq etmək deyil, Vaqifa, əsli budur, mən bu binadan küsmüşəm. Ey gül həmdan, fəqanından sənin qan ağlaram, eylərəm şam səhər, çaki giriban ağlaram. Gedəli zülfün əlimdən biçi tabə düşmüşəm, dönmüşəm bir muyə, çox hali pərişan ağlaram. Gəl ki, ey lalə zənəxdanım, kabab etdi məni, od düşübdür cismimə, hərdəm yanar can, ağlaram. Yadıma hər bir düşəndə, sənin ol siyah kipriklərin, sana sanki sancılar bağrıma peykan, ağlaram. Yaxşı hərdəm olmasa, şad olmaq olmaz, Vaqifa. Ağlaram, ta ömrüm olduqca firavan, ağlaram. Bilmənəm məndən nə üçün ol sevgili canan küsüb, üzümə baxmaz dəxi bir gözləri məstan küsüb, ağladır qanlar məni rüxsarəsi xəndan küsüb, qara günlərdə qoyub məni məhitəban küsüb, könlümü şəhrin sərəsər eyləyib viran küsüb. Bağrımı vermiş kəsər kirpişlərin əlmasına,
Ağlamaqdan gözlərimi dönmüş içi qan tasına. Gecə gündüz düşmüşəm dərdi qəmin dəryasına. Rəhim qılmaz ah kim öz aşiq şeydasına. Dərdi öldürdü məni bir eyləməz dərman küsüb. Böyük şair, tarixi şəxsiyyət olan Vaqifi, xalq şairi Səməd Vurğunun Vaqif dramında canlandırmışdır, dilə gətirmişdir. Həmin əsərdə Vaqifin müdürük, hazır cavab olduğu Qacarla değişməsində bir daha aydın olur. Dramdan olan bir səhnəyə şagirdlərimizin ifasında baxaq. Aha, baş əyməyin hüzurumda bu. Yoxdur vicdanında qanun qorxusu. Şair, hökmdar hüzurunda. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman. Neylər dediyiniz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı, əbədiyyətdir. Yenə göylərdədir, şair xəyalı. Əzəldən hüdudu yoxdur kamalın. Aha, sınıyırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eyləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, çox gözəl. İnanın ki mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Göylərin büsatı, o ulduz, o ay. Sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Azəri yurdumun oğluyam mən də. Az-az uydururam yeri gələndə. Yaxşı, gəl əl götür bu inadından. Bu qədər naşür olmasın insan. Aldada bilməmiş dünyanın varı. Bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Yaxşı da sarıqlı kiçik bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. Dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər getirmiş. Nizamiyə bax, Füzuliyə bax. Günəşi ötsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Görünür günəşə iştaham vardır. Günəşdən gizlənən yarasalardır. Buna qulaq asmaq çətin peşədir. Niyə? Qulağınız çoxdan şəşədir. Böhtan eşidəndə qızarıb yanar. Doğru söz gələndə pambıq tıxanar. Of, məndə olsaydı bundakı hünər. Ağılsız köpəklər ulduza hürər. De ver cavabını. Nə durmusan din? Hə, yenə döyükür sarsaq gözlərin. Neyləsin? Yazığın nə təqsiri var? İşıq güzlənəndə çaşar qarovlar. Şairə sənətdir tikanlı sözlər. Sözdən qızarmaz ki bozarmış üzlər. Vaqif, ey sərvərim, ey tacidarım. Nə var? Nə deyirsən vəfalı yarım? Uydum bu dünyada nazı neymətə, özüm də bilmədən uydum şöhrətə. Bilmədim axırı zəhrim arımış, hər qızıl xəzinə bir şahım arımış. İndi öz əlinlə gəl öldür məni, nə qədər alçaldım, alçatdım səni. Get, get, vəfasızsan bu dünya kimi. Görünmə gözümə bir röya kimi. Bir ceyrandım, ürkütdülər yatağımdan. Bir quş idim, ayrı düşdüm budağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar. Viran qalmış mənim bu canlı otağımdan. Budur yer üzünün əşrəfi insan. Yaradır gündə bir hicranlı dastan. Nə idi o yazığın, nə idi günahı? İndi çöllər midir onun pənahı? İnsan, o müqəddəs bir kainatdır. O saf qəlbi pozan yalnız həyatdır. Qapçı, qapçı, çağır gedəni. Oğul, lap oyatdı o mahnı məni.
Bəzən yanılsa da gözəl bir mələk, ondan iyrənsə də hər duyan ürək, buna müqəssirdir şübhəsiz zaman. Özünü qayadan atdı xurama. Of, partla ürəyim, yazıq Xuraman, bizim eşqimizi məhv etdi zaman. Molla Pənah Vaqifin yazmış olduğu Vaqifin rədifli qoşmasını təqdim etmək üçün 7-ci sinif şagirdi Daşqını səhnəyə dəvət edirik. Ey Məkkəni, Mədinəni yaradan, bir fikir çək əhvalına Vaqifin, ol qaşı qibləyə üstmək istər, mədəd eylə iqbalına Vaqifin. Gözündən irağa düşübdür yarı, kəsilir könlünün səbri qərarı, üst sevilmiş yenə Mədinə sarı, nə düşübdür xəyalına Vaqifin. Yüz zülfü pərişən hindi xal olsa, yüz şəkər göftarlı ləbi bal olsa, yüz şirindir əmbərdir maral olsa, yetə bilməz maralına Vaqifin. Xaraktercə çox nikbin olan Vaqif daim ünsiyyətə can atan, dostluqda möhkəm, sədaqətli idi. Dövrün böyük sənətkarı Molla Vəli Vidadi ilə yaxınlığı mütəfəkkir şairin həyatında, yaradıcılığında xüsusi rol oynamışdır. Vidadi ilə Vaqif deyişməsi həm ideya məzmunca, həm də sənətkarlıq səviyyəsinə görə Azərbaycan ədəbiyyatının dəyərli nümunələrindən biridir. Deyişmədə Vidadinin təbiətən bədbin, ondan gənc olan Vaqifin isə likbin insan olması öz əksini tapmışdır. 8-ci sinif şagirdləri Yardullah və Murad həmin deyişmədən bir parçanı təqdim edir. Puç dünyada nə dərdim var ki, zar ağlarsan, ağlamalı günün axirətdədir, hələ indi səndə nə var ağlarsan? Vaqif, nə çox yanbaşaya qatarsan, mənə deyirsən nə bu qədər ağlarsan, sənin də başında məhəbbət beynir. Əcəl ol. Əcəl olsa, eylər əsər ağlarsan. Ta cəsadün cübə olmayıb candan, bil özünü artıq sultandan, xandan, qəriblik ayrılıq nədir ki ondan, bu qədər çəkibən azar ağlarsan. Ağlamaq ki vardır, məhəbbətdəndir. Şikəstə xatirlik mərhəmətdəndir. Əsl bunlar cümlə mürüvvətdəndir. Olsa ürəyində betər ağlarsan. Ta cəsadün cübə olmayıb candan, bil özünü artıq sultandan, xandan, qəriblik ayrılıq nədir ki ondan, bu qədər çəkibən azar ağlarsın. Ağlamaq müminin əlamətidir. Nəbinin, dininin xoş adətidir. Əgər bilsən, həqqin kəramətidir. Ta gedincə nuri bəsər ağlarsın. Say qənmətdir iliyin dəmini, keçən həmdənlərinin sayma qəmini, əqlin olsun, sil gözünün nəmini, dəxi geri gəlməz, onda ağlarsan. Həyatının son illərində qarşılaşdığı ağır şərait şairin yaradıcılığında kəskin dönüş yaranması ilə nəticələnir. Həmin illərin məhsulu olan əsərlərin ruhunda ciddi dəyişiklik özünü göstərir. Bax rədifli qəzəli və görmədim müxəmməsində ictimai motivlər,
Həyatın, zamanın gəldişindən şikayət öz əksini tapır. Şair narazı bir insan kimi şikayətlənir. 7-ci sinif şagirdi Günay və 9-cu sinif şagirdi Coşqunu səhnəyə dəvət edirik. گردش دورانی کج رفتار با روزگار گل تماشاکار با کردار با اهل zulmü necə bərbad eylədi bir ləhzadə hükmü adil padşahı qaduri qəhhara bax sübh söndü şəb ki xəlqə qibləydi bir çıraq gecəki iqbalı gör gündüzdəki idbara bax mən fəqirəm ırq olmuşdu siyasət etməyi saxlayan məzlumlu zalimdən o dəm qəffara bax Vaqifa göz yum cahanım baxma xub izişdinə üç çevir alə baya Əhməd Muxtara bax Mən cahan mülkündə doğru mütləq halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtiladında sədaqət görmədim. Biət-ü iqrar-ı iman-ı dəyanət görmədim. Bivəfadan lacaran təhsil-i hacət görmədim. Xah sultan, xah dərviş, gədə bil ittifaq, özlərini qılmış giriftari, qəmi dərdi fərah, cifey dünyayədir, hər ehtiyaca iştiraq. Munca kim etdim tamaşa, sözlərə astım qulaq, küzbü böhtandan savayı bir hekayə görmədim. Vaqifin sözlərinə yazılmış Qızlar mahnısını ifa edir 8-ci sinif şagirdi Aytaç. Kimi sonalar kimi bir bölük yaşıl baş sonalar kimi sonalar kimi yığışıp geliptir qazağa kızlar qazağa kızlar yığışıp geliptir qazağa kızlar qazağa kızlar ayna qabağında qara qaş üçün qara qaş üçün ayna qabağında qara qaş üçün qara qaş üçün endirib gətirmiş qulağa qızlar qulağa qızlar
Bir çox sənətkarlar, tanınmış söz ustaları Vaqifin yaradıcılığına böyük qiymət vermiş, dəyərli fikirlər söyləmişlər. Həmin fikirlərdən bir neçəsini səsləndirmək üçün 5-ci sinif şagirdlərini səhnəyə dəvət edirik. ilə cəmaatımızın qana biləcəyi bir şəkildə şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli bir üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairlərimiz üçün bir gəlib şəklinə girmişdir. Xalq yazıcı Məmməd Səid Ordubadi. Yüksək insani hisslə rastlayan Coşun Məlikmin Vaqif poeziyası bu gün də bizimlədir. Araz Dadaşzadə. 17-18-ci əsrlərdə xüsusən Molla Bəlvidadi, Molla Pənah Vaqif, xətti ilə qoşmanın, ədəbi bədii təfəkkürün, ifadə janr normasına çevrilməsi həm məzmun, həm də ifadə planında milli mədəniyyətin təşəkküllü prosesinin təzahürüdür. Nizami Cəfərov. Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur. Xalq yazıcısı Mirzə İbrahimov. Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə, tamamısı ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub. Firidun bəy Köçərli. Vaqif təkcə böyük şair deyildi. O həm də görkəmli siyasi xadim və diplomat idi. Xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdır. Xalq şairi Səməd Vurğun. Vaqif poeziyanın qüdrətli, əvəzsiz, yaradıcısı kimi Vaqif öz şeirləri ilə Azərbaycanı tərənnüm edir. Azərbaycan isə onu yaşadır. Bu, nəsil və nəsil xalq arasında yaşayan sənətkar üçün böyük saadətdir. Rəsul Həmzə. Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır. Akademik Həmid Araslı. Azərbaycan ədəbiyyatı tarixində realizm banisi, həyatın gerçəklərini ilk dəfə poeziyanın birbaşa tərənnümü, təsvir obyektinə çevirən Molla Pənah Vaqifin böyük söz sənətkarıdır. O, xalq ədəbiyyatının zəngin tarixi təcrübəsinə əsaslanaraq yazılı ədəbiyyata həm məzmun, həm də formaca demokratiklik, fərqlilik gətirdi. Elə bir məktəb yaratdı ki, bundan sonra Azərbaycan ədəbiyyatı, xüsusilə poeziya həmin məktəbin ənənələri əsasında inkişaf etdi. İllər, əsrlər keçəcək. Vaqifin şeiriyyatı hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. İndi isə sözü qonaqlarımıza verək. Qəlbdən sizin ilə gəzər, turnalar. Molla Pənah Vaqif 1717-ci ildə Qazaq mahalının Qırasalavı kəndində açıldı. Bəzi mənbələrdə adı Əli Pənah kimi də yazılan Molla Pənahın atası Mehdi adıdır. Mehdi ağa sonralar bir qədər kasıblarsa da oğlunun təhsilinə xüsusi diqqət yetirmiş, Vaqif gənc yaşlarında mükəmməl təhsil almış, ərəb, fars dillərini dərindən öyrənmişdi. Vaqifin bir şəxsiyyət kimi formalaşmasında hər tərəfli, kamil bir insan kimi yetişməsində o dövrün tanınmış ziyalısı Şəfi Əfəndinin böyük rol oynamışdır. Doğulub boya başa çatdığı mühitdə saza, sözə, könüldən qorğunluq Vaqifə də təsir sürmüşdür və gənc yaşlarından o da xalq şeiri tərzində qoşmalar yazılır. Şeirlərində işlətdiyi Vaqif təfəllüsü hər şeydən xəbərdar, hər elmə vaqif olmaq mənasına gəlsə də, elə o vaxtlardan şeirə, sözə daha çox meyl göstərir.
Yerlisi, qonşu Şıxlı kəndində yaşayan Molla Vəli Vidadi ilə dostluğu da həmin dövrlərdə başlamış. Vidadi Validdən 7-8 yaş böyük olsa da aralarında çox səmimi münasibət yaranmışdı. Bunlar tez-tez görüşərək şeir, sənət söhbətləri, elmi rüfani mübahisələri edirlər. Validin gənclik illərində Qazaq mahalı Şəmsəddinlə bir yerdə Gəncə xalqına daxil edilir. Nadir Şah Əfşar hakimiyyətə gələndən sonra Qazaxı Gəncə xanlığından ayırdı. O dövrdə baş verən daxili çəkişmələr, İran-Osmanlı müharibələri önəmli coğrafi mövqeyi olan Qazaxdan da yılan keçmədi. Və bu çəkişmələrin hər biri özüylə yeni fəlakət, acılıq, qıtlıq gətirir. Belə bir mülki yerimlərindən dərs verdikdə, digər tərəfdən də şeirləri ilə məhdudlaşmışdır. Artıq tam onu Molla Pənah Vaqif gözəllərin şəhərinə yazdığı şeirlər, dostu Vidadi ilə değişmələri birdən dilə düşmüşdür. Ben sana olmuşam yüzden aşığım, sen yüzünü bürümedin nedendir? Şirin sözlerinin çok müştariyem, danışmayıp çirmedin nedendir? Geçti gerek sözler olasın senin, kazılmaya tersin nazdan senin, yarlıdaki yoktur hayalın senin ve dünyada yaranmağın neden? Hadisen çok bera bir görselcin, Tatlıdan orada beraberdim. Ta ki seni gördüm, mum tekeridim. Hiç demezsen ermedin neden? Vaqif, Kamal, ədəb və elm sahibi bir sima idi. Əgər Bəlağət Bədəxşanlının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və qiymətli mirvarilər qarşısında xəcalətdən qızarsa, tamamilə düzgündür. Mirzə Adıgözəl. Çünki mərkəzi kimi meydana çıxması və Qazaq mahalını da öz içərisinə qatması çox şey değişdirir. O cümlədən Vaqifin taleyini və qədərini. 1756-cı ildə Pənah xan Şuşa şəhərinin əsasını xalq arasında qala kimi tanınan Səfalı dağlar boyunda bina edilən bu şəhər əmniyyət və bilən coğrafi mövqeyi təbii şəraiti ilə xanlığın ən ucdar yerlərinin Qazaxdan bir çox kəndlərin, ailələrin Qarabağa köçməsi ilə nəticə oldu. Vaqif də Saatlı evinə mənsub 17 ailə ilə bərabər köçənlər arasındaydı. Bəzi salnamə müəlliflərinin yazdığına görə, əvvəlcə Qarabağın Veysəlli kəndində məskunlaşan Molla Pənah xeyli müddət burada da məktəbdarlığını davam edirdi. Lakin Şuşaya köçmək, şəhər mühitində öz bacarıq və istedadını hər yönüyle göstərmək istəyir, şairi bir an belə tərk edir. Nəhayət, o Şuşaya köçür və şəhərin Saatlı məhəlləsində bir məktəb açaraq dərs verməyə başlayır. Şuşaya gəldiyi vaxt Molla Pənah təxminən 50 yaşlarında.
tədbirimizə dəvət etdiyiniz üçün təhsil şöbəsi adından və şəxsən öz adından çox sağ olun deyirəm, minnətdarlığımı bildirirəm. Ulu öndər, ümumilli lider, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev həyatın bütün sahələrində olduğu kimi təhsil sahəsində də xeyli islahatlara imza atmışdır. Bax, bugün toplaşdığımız bu tədbir İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğının nəticəsidir. Qədir bilən xalqımız və ulu öndər, ümumilli lider Heydər Əliyevin yadigarı İlham Əliyev 300 illik yubileyini qeyd etmək üçün Molla Pənah Vaqifin sərəncam imzalamışdır. Bu sərəncam qaydalara uyğun olaraq Təhsil Nazirliyinə və Təhsil Nazirliyindən təhsil şöbələrinə göndərilmiş, yerlərdə əmrləşdirilmiş tədbirlər planına salınmışdır. Xəqani məktəbində keçirilən tədbir rayonun 15-ci məktəbidir ki, şəxsən mən özüm orada bu tədbirlərdə iştirak edirəm. Tədbirlər xüsusi istedadla təşkil olunur. Bugünkü təşkil elədiyiniz tədbir də mənim çox xoşuma gəldi, duyğulandım və bu tədbirlər, bu şagirdlərin vətənpərvər ruhda, əsl Azərbaycanlı kimi yetişməsində, formalaşmasında özünün rolunu oynayır və çox da müsbət nəticə verir. Mən nəyi demək istəyirəm? Molla Pənah Vaqif təkcə siyasi xadim, diplomat, şair olmamışdır, həm də gözəl bir şəxsiyyət olmuşdur. Və bunu Rəfiqə xanımın çıxışında da eşitdik, şagirdlərin söylediği şeirlərdə də bu qeyd olundu. İnqilab müəllim, sizə öz minnətdarlığımı bildirirəm bu təşkil elədiyiniz bu tədbirlə və bu tədbir təbiidir ki, burada görünən adamlar var, görünən məsələn müəllimlərimiz və bir də görünməyənlər var. Mən onların hər birinə özümün minnətdarlığımı bildirirəm, çox sağ olun deyirəm. Və çıxışımız sonunda sizi yormaq istəmirəm, nəyi demək istəyirəm? Bu 2017-ci ilin axırına qədər, yəni Molla Pənah Vaqifin 300 illiyinin tamamına qədər Allah bizə imkan versin. Biz Molla Pənah Vaqifin 300 illik yubileyini onun qəbrinin üstündə, Şuşada, Zəngilanda, Füzulidə, Cəbrayılda və yadımdan çıxan o biri işğal olunmuş torpaqlarımızda qeyd edək. Və Şuşada Cıdır düzündə, İsa bulağında qeyd edək. Mən elə başa düşürəm ki, doğrudan da bugün çox yaxındadır. Elə bilirəm ki, bugündən, bax burada oturan, tədbirdə iştirak edən hamımızın payımız var. Özüm də amin deyirəm. Elə bilirəm bugün çox yaxındadır. İnşallah biz bunun canlı şahidi olacaq. Diqqətinizə görə çox sağ olun, hər birinizə minnətdarlığımı bildirirəm. Hörmətli şagirdlər, müəllimlər və həmşərimizə gələn qonaqlar. Çox sağ olun ki, əziyyət çəkib təhsil şöbəsindən də siz bugün bizim məktəbimizə buyurmuşsunuz və bizim tədbirimizdə iştirak ediniz. O ki, sizə öz minnətdarlığımdır. Eləcə də bu tədbirin hazırlanmasında Biraq Afət müəllimin dediyi kimi görünən, görünməyən tərəflər var. Yəni, bu tədbirdə əməyi olan hər bir kəsə, şagirdə də, müəllimə də, məktəb rəhbərinə də, yəni hamısına öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, bu tədbirimizin bu formada, bu təmrinatda keçməsinə onlar əllərindən gələn bütün imkanlardan istifadə eləmişlər. Sağ olun, bununla da tədbirimiz başa çıxır. Hörmətli qonaqlar, icazə verin, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş ədəbi bədii gecəmizi bağlı elan edək. Dünyayəvi tarixdə onca qiymətdən tamaşa, sözləri astım bax, kizbi böhtandan savayı, bir hikayə.